Biz Əhl-i Beytində bir hərəmimiz var. Nədir? O da ki Qumdur. İndiki Qum adlanır. Həzrət buyurur ki, çünki orada bizim Tüsəmmə Fatimə adlandırılmış bir evladımız dünyaya gələcəkdir ki, hər kəs onu ziyarət eləsə behişt əhlidir. İmam Sadi əleyhissalam xanımın dünyaya gəlməmiş, görürsən ki, onun haqqında bu dərəcəni buyurub. Və İmam Cavad əleyhissalam buyurur ki, Həzrət buyurur ki, hər kəs mənim bibim, xanım məsuməni ziyarət eləsə, behişdə bizlə bir olar. Mərhum Ayətullah Mərəşini eşitmişsiniz və tanıyırsınız. Onun rəhmətə getdiyi təxminən bir 30 il olar. Çox arif, çox abid və böyük bir şəxsiyyət idi. Nəcəfdə oxuduğu dövrdə orada atası da adı Mahmud idi, Seyyid Mahmud. Tələbələrində bunu Qumda dərs deyəndə özü danışıbdır. Deyir, atam çox abid idi, zahid idi. Gəldi, niyyət elədi ki, Nəcəfdə Əli əleyhissalamın hərəmində 40 gün, 40 gecə səhərə kimi qalıb ibadət, itaatla məşğul olacaq ki, Allahla dərdləşəcək, bir mükaşifə eləyəcək. Deyir, gəldi, 40 gün orada mükaşifə elədi. Deyir, cəddim, özlər də seyiddir. Deyir, cəddim Əmirəl-Müminin atama görsəndi ki, ey mənim balam, sən nə istəyirsən? 40 gündür burada mükaşifədəsən. Deyir, atam dedi ki, babacan, ağacan, istəyirəm ki, nənəm Zəhranın qəbrinin yerin bilən və gedəm ona ziyarət eləyəm. Dedi, oğul bala, mən xanım Fatimənin vəsiyyətinə əməl edərəm, ona müxalif çıxmaram, deyə bilmərəm o qəbrin yerin, çünki xanım tapşırıbdır. Bəs ağa, necə eləyim ki, mən nənəm Zəhranı ziyarət eləməyin savabını qazanım? Necə eləyim? Deyir, cəddim mənə buyurdu ki, oğul, get Qumda Məsumə xanımı, yəni Fatimə, kiçik Fatiməni ziyarət elə, xanım Fatimi, Zəhranı ziyarət eləmiş savabını əldə eləyərsən. Bu səbəb oldu ki, atam köçdü, gəldi Quma.